Bildiyimiz kimi Azərbaycan Respublikasında 2007-ci ilin dekabrın 1-dən etibarən bələdiyyələrin vətəndaşlara torpaq ayırması, yəni yaşayış sahələrinin tikintisi üçün torpaq ayırması səlahiyyəti məhdudlaşdırılmışdır. Bu heç də bələdiyyənin 2007-ci ilin dekabrının 1-dən sonra verdiyi qərarların qanunsuz və əsassız olduğunu göstərmir. Sadəcə burada bəzi məhdudiyyətlər nəzərdə tutulmuşdur və bu məhdudiyyətlər müəyyən prosessual ardıcıllıqla həyata keçirilir. Bunlar nədən ibarətdir? Əgər bələdiyyə hansısa bir torpağı vətəndaşa fərdi yaşayış evinin tikintisi üçün satmaq niyyətindədirsə, birinci növbədə həmin o torpaq sahəsi bələdiyyənin özünün mülkiyyətində olmalıdır. Yəni bununla bağlı çıxarış olmalıdır. Daha sonra həmin bələdiyyə əmlakın satılması ilə bağlı, torpağın satılması ilə bağlı qərar verməlidir. Burada 2007-ci ildən sonra istənilən tarix ola bilər. Yəni bələdiyyənin belə bir səlahiyyəti var. Həmin qərar verildikdən sonra müvafiq icra hakimiyyətinin müsbət rəyi alınır və daha sonra bələdiyyə bu iki sənəd əsasında həmin torpağı vətəndaşları fərdi yaşayış evinin tikintisi üçün satılmaq üçün açıq hərraca çıxardır. Açıq hərracın qalibi olan şəxsə isə şəhadətnamə verilir. Həmin şəhadətnaməni əldə edən şəxs 5 il ərzində həmin torpağı öz mülkiyyətinə keçirib heç kimə sata bilməz. Çünki 5 il ərzində qanunverici məhdudiyyət qoymuşdur. 5 il tamam olduqdan sonra isə həmin şəxs torpağı şəhadətnamə əsasında və yaxud da çıxarışı alqı-satqı etmək yolu ilə həmin torpağı digər bir şəxsə sata bilər. Bələdiyyədən və yaxud da kökü bələdiyyə torpağı olmuş sənədlər vasitəsilə torpaq alarkən bu xüsusiyyətlərə diqqət yetirin və tarixlər burada çox önəmlidir. Gələcəkdə məhkəmə vasitəsilə mübahisələr sırf bu məsələlərə görə yarana bilər. Bunu mən demirəm, bunu qanun deyir.